Salamlar dəyərli dostlar. Hər səhər mən imkan düşdükcə dahilərdən hissələri, kəsitləri oxuyuram. Gün üçün motivasiya olsun deyə və bugün də Leyli və Məcnun əsərindən dahi mütəfəkkir şair Nizami Gəncəvinin Leyli və Məcnun əsərindən bir sıra sətirləri oxudum. Qərara gəldim onu icazənizlə sizinlə də paylaşım. Öz halının necəliyi və keçənləri xatırlamaq barədə. Burada dahi mütəfəkkir ego məsələsinə toxunur. Torpağın önəmi, dəyəri haqqında fikirlərini paylaşır. İlan kimi başı dikliyə meyl etmə. Bu dünyada sel insanı arxadan haqlayır. Əjdaha kimi 7 başın varsa da, hər 7 başını əlinin içinə qoyarlar. Yaxşı olar ki, elə ucalığı sınamayasan ki, oradan yıxılanda inciyəsən. Torpağa bağlan, xətər fikrini çəkmə. Torpağı 3 gövhərdən, su, od və hava. Çox irəli tut. Bütün gövhərlər parıldasalar da, onların hamısından bahalısı torpaqdır. Torpaq onların hər üçündə təzahür edər. Onların hər üçü isə torpaqda görünməz. Gününüz uğurlu olsun.